İndi isə dünyanın gözü təbii ki, Amerika, İran və dediyim kimi İsrailin də içində olmaq şərti ilə gedən gərginlikdən gedir və son görüş, İslamabad görüşü bu məsələyə başqa bir boyut gətirdi və tərəflər anlaşa bilmədilər, müharibə yeni boyuta keçdi və indi Amerika deyir, biz məqsədimizə nail olmuşuq, qalibik, əlimizdən gələn etmişik, hakimiyyəti dəyişmişik. İran deyir ki, Amerikanın diz çökdürdük, İsraili məhv etdik. Hər iki tərəf özünü qalib elan edən bir zamanda ilk sualım bu istiqamətdə olacaq Fazil bəy. Sizin fikriniz necə? Hələ təbii ki, müharibə bitməyib və mütləq qalibi elan etmək zamanı deyil, amma nisbi qaliblər hal-hazırda kimlərdir və İslamabad görüşündə niyə yekun nəticə hasil olmadı? Bu qədər Hörmüz boğazı ilə bağlı məsələ düyünə çevrildi sizcə? Bütövlükdə bu kimi münasibətlər sistemində qalib kimisə elan eləmək məntiqli görünmür. Nə Amerika qalibdir, nə İran qalibdir. Çünki burada güləş yarışında olduğu kimi kiminsə kürəyini yerə vuraraq məsələni yekunlaşdırma deyə bir anlayış yoxdur. Amerikanın strategiyası budur ki, özü üçün əsas hədəfində olan Çin və Rusiya kimi ölkələrin dəstəklədiyi proksi qüvvələri yaxud da dövlətləri, onlara hansısa bir enerji bazasını təmin edən, resurslarla təmin edən ölkələri onların əlindən almaq, müəyyən dərəcədə biraz da onların fəaliyyətini məhdudlaşdırmaq, tam ala bilməsə də bunu məhdudlaşdırmaq. Venezuela da bunu bir formada elədi. Dövlət başçısını xanımı ilə birlikdə Amerikaya həbs edib götürdü və orada ciddi bir rejim dəyişikliyi baş vermədən, amma Amerika ilə uzlaşacaq bir sistem qurdu. İranda isə durum başqadır. Amerikada hər halda bizdən daha ağıllı və daha çox informasiyalı analitiklər bu müharibəni təhlil edərək məsələni ortaya qoyurlar. Burada təkcə Trumpın emosiyasından söhbət getmir, həm də sistemin məsələyə yanaşmasından gedir. İran, Çin və Rusiya baxımından həll edici əhəmiyyətə sahib olan bir ölkədir və onların da arxa planda ciddi dəstəyini əldə edən bir ölkədir və onların da enerji resursları ilə təmin edən əsas məkandır. Və belə bir vəziyyətdə İranın məğlub edilməsi deyə bir illüziyanı hansısa bir sadəlöv analitik nə Amerikada, nə İsraildə heç vaxt düşünməz. Amma İran üçün edilə biləcək müəyyən addımları atmağı onlar nəticə olaraq bacardılar. Yəni İranın səmasını tam ələ keçirdilər, istənilən adamı sıradan çıxarda bildilər, istəmədikləri adamı da gələcəkdə perspektivdə onlara lazım olan adamları da qoruyub saxladılar. Və belə bir vəziyyətdə demək onlar həm də bir qurbanlıq vaxtını gözləyən qurbanlıqdır, istənilən vaxt. Onlara da eyni zərbəni, yəni onların qoruması hər halda Xamneyinin qorumasından daha güclü deyildi. Yəni bu reallığı biz qəbul eləməliyik. O baxımdan da bu prosesdə qələbə sona qədər kiminsə qalib gəlib, məğlub olması məsələsi yoxdur. Burada bu enerji ehtiyatlarının paylaşımı məsələsində Amerikanın avantaj qazanması çox önəmlidir. Və İranla bağlı da İranın bir 40 illik ritorikasında Amerika məhv olsun, İsrail məhv olsun deyə bir kurs izlənirdi və bu kursun da müəyyən dərəcədə yumşalılması. Çünki əgər Əfqanistanda Talibana dözüm, səbir göstərən Amerika nəyinə lazım İranda hansısa bir rejimi dəyişsin? Sadəcə özü ilə ona ölüm arzulamayan və onunla normal keçinən və resurslarını da onunla paylaşan bir sistem qurulmasına maraqlıdır və bu sistemin də İranın daxilindən qurulmasına daha çox münasibət göstərir. Ümumiyyətlə, xalqlar arasında belə bir şey var, bir akulturasiya deyilən bir anlayış var. Xalqlar özləri qeyliliyinin, deyək ki, müəyyən tənəzzülün səbəbini özləri anlayırlar, özləri çıxırlar, özləri üçün yaxşı bir mühitə, Avropa Birliyi, hansısa bir mühitə qoşulurlar və orada özlərinin tədricən islahat yolu ilə yeni bir sistemə transformasiyasını təmin edirlər. Amma şərq ölkələrində bu çox vaxt istisna olunur. Bunu bir dənə Atatürk bacardı Türkiyə modelində. Atatürk bu transformasiyanı çox uğurlu şəkildə həyata keçirdi. Qalan şərq ölkələrində cəhdlər oldu. Misirdə Cəmal Əl-Nasir və başqalarının cəhdləri oldu. Amma bunlar da ideoloji yükümlülük altında olduqlarına görə ideologiyadan, yanlış ideologiyadan, totalitar, dinçi demək,
düşüncə sistemindən imtina tam şəkildə eləyə bilmədiklərinə görə dəyişiklik yarada bilmədilər. İndi görürsüz o nailiyyətlər də Əmənullah xan məsələn demokratik düşüncəli bir insan idi, bir əfqanları bir irəliyə doğru aparmaqdır, yeni dünyaya qovuşdurmaq istəyirdi, amma nəticə bu günləri Əfqanistanda tamam fərqli oldu. Bu baxımdan da hesab edirəm ki, akulturasiya prosesi baş verməlidir. Demək, ancaq bu xalqların dəyişimi assimilyasiya ilə ola bilər. Əslində biz də o prosesi yaşamışıq. Biz də demək özümüz hansısa bir dəyişikliyin müəllifi olmamışıq. Biz də bəlli bir assimilyasiyadan, işğaldan sonra yeni bir dövrə transformasiya olunub, orada uğur qazana bilmişik, müstəqil dövlət qura bilmişik, özümüzün mütərəqqi nəslimizin yetişməyinə gəlib çıxa bilmişik. Ona görə də İran məsələsində sona qədər qələbə məsələsi yoxdur və İranda diqqət edirsinizsə, həmişə şərq arealında daha çox mənəvi qələbə deyilən bir anlayış var. Şərq məntiqi ilə qərb məntiqi onda fərqlənir ki, qərbdə qələbənin nəticəsi olur, nəticə olaraq götürür. Amma bizdə Nəsimin dərisini soyulanda, Nəsimi dərisini soyulmağa gətirən vəziyyətə qədər daha fərqli manevr eləyib ayaqda qala bilərdi və yaradıcılığını davam etdirə bilərdi. Amma Nəsimi mənəvi qələbə kimi biz onu qəbul eləyəndə, amma ölən, yoxa çıxan Nəsimin özüdür. Yəni bu məntiq indi İranda da işləməyə başlayır. Yəni öldürülən liderlər onların qələbəsi. İranda da mənəvi qələbə adı ilə istənilən prosesi, məğlubiyyət prosesini də qələbə kimi göstərə bilərsən. Amma qərbdə odur ki, nəticə olmalıdır. Yəni konkret ərazi, işğal, hansısa bir prosesin yekunu olmalıdır. O baxımdan da məncə burada əsas o Hörmüz boğazı üzərində problemlərin biraz çözülməsini gözləmək lazım. Burada da problem nədədir? İran indi orada müəyyən bir ödənişlə bunu buraxılmayırsa, bu dünya düzənində ən ciddi dəyişə biləcək hadisə budur. Çünki sabahları Malaziya ilə İndoneziya arasında olan keçid də pul istəyəcək. Təbii keçidlərdə bu pul istəmə yoxdur. Məsələn, Süveyşdə, Panama kanalında sonradan insan əməyi ilə salındığına görə, xərc qoyulduğuna görə orada ödəniş qoya bilirsən. Amma sabah Türkiyədə tələb eləyəcək ki, boğazlardan, əgər Hörmüzdən pul alırsınızsa, boğazlardan da mən pul alacağım. Demək istəyim odur ki, bu dünya düzəni belə dəyişə bilər. Ona görə də Amerika bunun qarşısında almaq üçün Hörmüz xəttinin tam ödənişsiz, açıq şəkildə istifadə olunması kursuna yönəlir. Çünki bu sabahları neftin qiymətini əslində qaldıran bu olacaqdır. Daşınma. Çünki sən ödəniş ora verdiyində artıq qiymətlərə o təsirin, daşınma xərcləri təsirini göstərəcək. Ümumiyyətlə mən hesab edirəm ki, yəni bu prosesdə qələbə deyilən bir anlayış nə o tərəf, nə bu tərəf üçün yoxdur. İndiki mərhələdə yoxdur. Burada maksimalist hədəflər yoxdur axı. Burada demək keçici, demək mərhələli hədəflər var. İsrail üçün də mərhələli hədəf var. Deyək ki, Amerika üçün də, İran üçün də. İran sadəcə transformasiya olunmalı idi. Müəyyən mənada müharibəni öz ərazisinə buraxan xalqlar, istər İran olsun, istər Ukrayna olsun, istər elə Azərbaycan vaxtı ilə olsun, uduzan daha çox müharibəni öz ərazisinə buraxan xalqlar olur. Çünki birinci növbədə sənin ərazin dağılır. Necə ki, biz Qarabağı indi 20 il, demək 20% işğal altında olandan sonra indi hələ bərpa prosesini nə qədər əziyyətlə apardığımızı görürük. İndi İran bunu necə bərpa eləyəcək? Deyək ki, Ukrayna necə bərpa eləyəcək? Bunu təsəvvürə gətirmək olduqca çətin və ağrılı məsələdir.